Diqqətlə qulaq as. Elə bir şey deyəcəm sənə, o saat anlayacaqsan ümumiyyətlə mən nə demək istəyirəm. Baxın, sadəcə susuram və dinləyin hansı səs gəlir. Görürsüz? Təbiətin səsi gəlir, quşların səsi gəlir. Tanrı frekansıdır bu. Tanrı frekansı deyirlər buna. Baxın uşaqlar, saat 9-un yarısıdır. Tanrı frekansıdır. Çıxmışam meditasiya eləmək üçün. Amma bu frekansı korlayan bir şey var. O tərəfdə hansısa motor işləyir və o motor bu sakitliyə pox qoyur, karoçi. Və nə demək istəyirəm? Biz özümüz hər bir şeyi, hər bir problemi yaradırıq. Və bu dəqiqə həmən o səs gəlməsə, burada olacaq müsbət hers. Bu nə deməkdir? Bu ancaq sənə gümrahlıq verə bilər. Mən bu dəqiqə 1 saatdır yuxudan durmuşam. Biyağları çıxanda sakitçilik vapşı çox idi, amma siravını o səs gəlirdi oradan. Hansısa motor işləyir, generator işləyir. Bu biz insanlar təbiətə gətirdiyimiz səsküydür. Biz eləmişik bunu. Təbiətin öz frekansına qalanda Tanrı frekansını məndən soruşursunuz, uşaqlar, gedin meşəyə. Vapşı belə motor falan olmasın. İnsan olan yerdə həmişə hansısa bir negativ frekans olmalıdır. Çünki motorun səsi negativ frekansdır. Brrr, o sənə həmişə düzdür, içəridə eşidilmir, burada da çox eşidilmir. Yəni mən onu yaddan çıxarda bilirəm. Bax, gedirəm, orada bir dənə yer var. O deyil, o baş, haradır, bura. Bura. Orada uşu eşidilmir. Orada vapşı kayıfdır. Yəni mən imенно burada çəkdim ki videonu. Demək istəyirəm ki, yəni fərq budur. Baxın. Aydın olurmu sizə? Musiqidə də belədir. Səslər, hers. Tanrını tapmaq istəyirsinizsə uşaqlar, hersi öyrənmək lazımdır. Hers nədir? Herslərlə işləmək. Müsbət hers, mənfi hers. Yuxarı frekanslar, aşağı frekanslar. Aşağı frekanslarla siz böyük kütləni idarə eləyə bilərsiniz. Yuxarı frekanslarla yalnız seçilmiş insanlar. Ona görə də uşaqlar bunu ciddiyə alın və frekansları öyrənin. YouTube doludur. Mən sizə kurs satmıram, frekansı gəl öyrədim sənə. Mən sənə deyirəm ki, sən bunu hər yerdən öyrənə bilərsən və mən sənə bunun açıqlamasını verdim. Kimin də sorğu sualı varsa mən açıq insanam. Yazırsınız, məlumat alırsınız, nəsə soruşursunuz uşaqlar. Hamınıza uğurlar. Tanrı frekansında olaq uşaqlar.